Hər kəs salam dəyərli izləyicilərim, sizləri xanlardan salamlayıram. Bura qanuni 2 otaqlı, təmiz deyiləcək layihəli mənzildir. Əgər sizlərin də satılmaq istədiyiniz evinizlə ya hər hansı mülkünüz varsa, bizimlə əlaqə saxlayıb satışın daha da sürətlərini keçək mənzilin təqdimatı. Bu da mənzilin qonaq otağıdır. 2 balkonu var, burada da balkon var, qarşı tərəfdə balkon var, onları sizlərə təqdim edəcək. İstilik sistemi mərkəzidir. İndi keçək mənzilin digər otaqlarına. Bura mənzilin koridorudur. Giriş isə buradadır. Burada belə bir qardırobu var. Qeyd edim ki, təmiri zəif olan mənzildir, amma qiyməti çox münasib qiymətdir. Bura isə mənzilin yataq otağıdır. Yataq otağından balkona çıxış var. Birinci keçək mətbəx tərəfə, oradan sizlərə mətbəxdən balkona çıxışı təqdim edəcəm. İndi buranın işığı yanmır, amma ətraf olmadı göstərdi. Bura mənzilin sanitar qovşağıdır. Bura isə hamam otağı. Və indi gəldik mənzilin mətbəxinə. Bura mənzilin mətbəxidir. Mətbəx mövcudi yoxdur, amma alıb öz zövqünüzə görə təmir edib, öz istədiyiniz kimi bir mətbəx yığdıra bilərsiniz. Keçək indi mənzilin balkonu göstərək. Baxın nə qədər geniş bir balkonu var. Birbaşa yola baxır, Siyaqut Şadlıq Sarayına qarşı baxır. Bir dənə buranı da Mustafa beyimdən təqdim edər. Siyaqut Şadlıq Sarayına baxır, Astronavkaya 1 dəqiqəlik məsafədir. Metroya da 7-8 dəqiqəlik məsafədir. Ətrafında marketlər, məktəblər, bağçalar, bir çox infrastruktura yaxın bir ərazidir. Dəyərli izləyicilərim, geniş bir formada məlumatlı videonun altında məlumatlar durmasını qeyd edəcəm. Qiymətini və əlaqə nömrəmizi